Salam dostlarımız, her vaxtınız xeyir olsun. Deməli, baba, sizin üçün dediyim şey nədir? Bu G şəklində sadə bir variantdır və alçıpanın bu ağzı belə kərəkötür olsa da, belə bura köşə qoymaya ehtiyac yoxdur. Birbaşa bizim bu levkanı belə qoyursunuz. Bax, hamısını əvəzindədir. Çox məsləhətli bir levkadır. Üzünə istəsəz risunka sala da bilərəm. Belə sayə də istəsəz düzəltməyə mümkündür. Bəli. Müştərimiz belə zakaz verib, sayə istəyib, altı və üstü. Bu da çox məsləhətli bir işdir. Bəli, ondan əlavə altında istəsəz ki, belə, yəni bir xət salmaq istəsəz, o da mümkündür. Bax, gördüyünüz kimi ön hissəsi sayədir. Alt hissəsində də belə xətti var. Çox məsləhətli bir levkadır. Və belə bizim altında kantı olan paduqamız da var. Və yaxud da ki, belə de var, gördüyünüz kimi. Bu qaydada qoyursunuz. Yəni ki, buna heç nəyə ehtiyac yoxdur. Alt hissəsini istəsəz kant sala da bilərəm. Və paduqamız da var. Bu şəkildə olur, gördüyünüz kimi. 90 dərəcə dəqiq oturur. İndi bunun alçıpanın biraz sərgəli olsa daha məsləhətli olar bu hissəsində. Bax, bu qaydada. Buyurun, gəlin. Ünvanımız Şərifzadə 71 Yasamaldır. Gözləyirəm sizi. Gəlin, gəlin. Nə qədər yenilik varsa bizdədir. Buyurun.